Mədəniyyət Nazirliyi və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə MDB Mədəniyyət Paytaxtı 2025 ilinin rəsmi bağlanış mərasimi keçirilib. Bu münasibətlə xarici qonaqlar üçün Laçında şəhər gəzintisi təşkil edilib. Belarus, Rusiya, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistandan olan qonaqlar əvvəlcə Gilabi Ceramics Mədəniyyət Mərkəzində olublar. Mərkəzin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, burada rəngkarlıq, qrafika, heykəltəraşlıq kimi dekorativ tətbiq sənətkarlıq sahələrinin nümayəndələri fəaliyyət göstərir. Həmçinin Yurt Qalereyasında nümayiş olunan sərgilərlə tanış olan qonaqlara məlumat verilib ki, qalereya işğaldan azad olunmuş ərazilərdə açılmış ilk mədəniyyət və incəsənət məkanıdır. Buranın əsas məqsədi Qarabağın zəngin mədəni irsinin təbliği, yerli və beynəlxalq sənətkarlar arasında körpü yaratmaq və Laçın şəhərinin mədəni və yaradıcılıq mərkəzi kimi mövqeyini gücləndirməkdən ibarətdir. Qalereyada sərgisi nümayiş olunan Laçınlı rəssam Yusif Mirzə də fikirlərini bölüşüb. Mən Laçında doğulmuşam, Laçında boya başa çatmışam və uzun zaman Laçın nostaljisi ilə, nasilliski ilə yaşamışam və bu mövzuda rəsmlər işləmişəm. İşğaldan əvvəlki rəsmlərim də vardı, işğal sonra nostaljik dövrü rəsmləri də vardı və böyük bir xoşbəxtlikdir ki, mən avqust ayının 26-sında Laçın şəhər günündə burada sərgi elədim və bu mənzərələr silsiləsi həmən sərgidə nümayiş etdirildi və insanların böyük marağına səbəb oldu. Və Laçına hər gəliş bizim üçün böyük xoşbəxtlikdir. Əl işlərindən Laçının gözəlliyi və Laçın azad olunan sonra olan rəsmlərdə və Laçının inkişafını, yenidən doğulusunu və yenidən inkişafını əks etdirməyə çalışıram. Yeni bir Laçındır bu, təbii ki. Və daha gözəl olacaq. Ümidvarıq ki, hər şey daha mükəmməl olacaq, daha gözəl olacaq. Şəhər gəzintisi çərçivəsində regional audiovizual mərkəz kimi fəaliyyət göstərən Hocaz Film Studiyası ilə də tanışlıq olub. Laçın şəhərində 2 inzibati binadan və bir çəkiliş pavilyonundan ibarət olan studiya və pavilyonu texniki təchizat, o cümlədən səs, işıq izolyasiyası baxımından beynəlxalq standartlara uyğun şəkildə qurulub. Çok seneler geçmiş. Şu anda burada ilk defa geleceğim. Laçın'da çok yenilikler yani sinema yani şeyler evet sinema stüdyolar imkanlar çok varmış. Biz gelen otel yani çok dağlarının büyük dağlarının üstünde duruyor. Her şey görünüyor. Çok güzel yerler. Çok güzel ve mükemmel, her şey mükemmel. Ben çok beğendim yani. Çok güzel, çok bu yerlerini çok sevdim. Daha sonra Laçında MDB ölkələrində müasir kino istehsalının inkişafı mövzusunda dəyirmi masa keçirilib. Laçında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov qeyd edib ki, şəhər kino sahəsində Qarabağın mədəni irsini təbliğ edən ilk məkanlardan biridir. Xüsusi nümayəndə Laçın şəhəri üçün bir neçə il ərzində MDB-nin mədəniyyət paytaxtı kimi çıxış etməyin böyük şərəf olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Laçında kino sənayesinin inkişafı üçün müəyyən işlər görülür, addımlar atılır. Hətta Mədəniyyət Nazirliyinin dəstəyi ilə Laçındakı Hocaz Film Yaradıcılıq Studiyasında artıq 2 film çəkilib. Bildiyiniz kimi Laçın MDB-nin mədəniyyət paytaxtıdır və bu tədbirlər çərçivəsində həmçinin müasir kino istehsalının inkişafı ilə bağlı dəyərli masa keçirildi. Və biz Hocaz Film Kino Studiyası olaraq burada iştirak edirik. Çünki Hocaz Film Kino Studiyası Laçın şəhərində yerləşir. Bizim, belə deyim ki, Laçın şəhərində kino ilə bağlı deyərdim ki, bütün infrastruktur layihələrimiz həyata keçib. Həm Hocaz Film Kino Studiyası, həm Laçın Kino Mərkəzi və bu kino belə deyim, istehsal olunmaq üçün münbit şərait var. Mədəniyyət Nazirliyi ilə bizim layihəmiz olub. Son layihəmiz Qarabağ Qubernatoru adlı tam metrajlı bədii sənətli filmimiz var. Və bundan başqa bir uşaq filmi istehsal eləmişik bir il ərzində. Bir sözlə bir il ərzində 2 film. Həm qısa metrajlı bədii film, həmçinin tam metrajlı bədii sənətli film istehsal eləmişik və bugünkü dəyərli masa arxasında da
bir çox müzakirələr oldu. Mədəniyyət Nazirinin müavini Fərid Cəfərov isə dəyirmi masada çıxışı zamanı qeyd edib ki, Azərbaycan kino sənayesinin və kinematografiyanın inkişafını uzun müddətli strateji prioritet kimi müəyyən edib. O, kino sənayesinin son illərdəki inkişaf mexanizmini diqqətə çatdıraraq vurğulayıb ki, Mədəniyyət Nazirliyi yanında Azərbaycan Respublikasının Kino Agentliyi son 3 ildə dövlət sifarişi ilə ümumilikdə 70-dən çox film layihəsinin istehsalına maliyyə dəstəyi göstərib. Təbii ki, bugünkü görüş zamanı həmçinin MDB məkanında kino sənayesi ilə bağlı ayrı-ayrı ölkələrdə həyata keçirilən fəaliyyətlər, islahatlar təqdim edilmişdir. O cümlədən Azərbaycanda, xüsusilə də Azərbaycan Respublikası Kino Agentliyi ARKA-nın xətti ilə fəaliyyətlər təqdim edildi. Bu fəaliyyətlər son 3 ildə geniş vüsət almışdır bildiyiniz kimi. Fəaliyyətlər çərçivəsində 70-dən artıq layihənin artıq dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulmuşdur ki, bunlardan 50-si artıq təhvil verilmişdir və izləyicilər təqdim olmuşdur. Bu layihələr həm bədii, həm sənədli, həm animasiya filmlərini, həm qısa metrajlı, həm də tam metrajlı filmləri əhatə edir. Eyni zamanda bugünkü təqdimatda Azərbaycanın xüsusi maliyyələşmə, kino industriyasının maliyyələşmə mexanizmi olan rebate proqramı da təqdim edildi. Bu da bildiyiniz kimi bu ilin 29 may tarixində Cənab Prezidentin müvafiq sərəncamı ilə təsis edilmiş bir proqramdır ki, bu proqram çərçivəsində xarici kino sənayesi oyunçularının Azərbaycanda çəkdikləri filmlərin xərclərinin müəyyən hissəsinin geri qaytarılmasını ehtiva edir ki, bu proqram çərçivəsində Azərbaycan mədəniyyətinin həm də xarici filmlərdə əksini nail ola biləcəyik. Xatırladaq ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü il 8 oktyabr tarixli qərarına əsasən Laçın şəhəri 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı elan edilib.